Ağdam. İşğal dövründə Ağdam tamamilə dağıdıldı. Ev eşiklər talan edildi. Məktəblər, xəstəxanalar, məscidlər və muzeylər viran qoyuldu. Bir zamanlar həyatın qaynadığı küçələrdə indi yalnız külək əsirdi. Ağdam susturulmuş bir şəhərə çevrildi. Bu tarafa oturan düzüne, oradan oturan. Var, kitaba cevap ver. Tarihe düşürsün. Mayor, kitaba cevap ver. Mayor, kitaba cevap ver, kitaba. Komandirimiz Nadir'le biz ucalığı tutmuştuk. Hazırlıksız gittiğimize göre, bizim məsəl üçün arkadan kömək gəlmədiyinə görə, balaca 18 yaşında, 17 yaşında uşaqlardır. Dünən gəliblər, əllərini avtomat alıblar. Bu olmaz. Sanı bizim o yaxşı olanlarımız, sanı bizim o restoranlarda oturan uşaqlarımız. Qarabağ. Əsrlərin sınağından keçmiş, mədəniyyətin, musiqinin, poeziyanın beşiği olan bu torpaqlar Azərbaycan tarixinin həm ən ağrılı, həm də ən qürurlu səhifələrini öz yaddaşında yaşadıb. Cənab Ali Başkomandan, Ağdam rayonu işğaldan azad olundu. Azərbaycan bayrağı Ağdam şəhərində dalgalanır. Yaşasın Azərbaycan, yaşasın Cənab Ali Başkomandan. Qarabağ Azərbaycandır. İşğaldan əvvəl Ağdam Qarabağın sənaye və mədəniyyət mərkəzlərindən biri idi. Geniş küçələri, məşhur çörək muzeyi, qədim məscidləri və şəhərin gündəlik həyatı bu bölgəni canlı və hərəkətli bir məkana çevirirdi. Burada həyat öz axarı ilə davam edirdi. Sakit, dinc və xoşbəxt. ...2020-ci il Vətən müharibəsi bu torpaqların taleyini kökündən dəyişdi. İllər sonra Ağdam, Şuşa və Xankəndi yenidən Azərbaycanın nəzarətinə qayıtdı. Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindən biri oldu. Ağdam döyüşsüz qaytarıldı. Xankəndi və digər ərazilər isə 2023-cü ildə tam şəkildə Azərbaycan nəzarətinə keçdi. Vətən deyə qəddim əyildi, haqqım tapdalandı, payım yeyildi. Ölkəmdə adıma köçkün deyildi, qalıb Qarabağda muğamım, sazım, mən belə dünyanın nəyindən yazım. Xan Arazda Zəngilanım boğuldu, Qubatlılar doğma yurtdan qovuldu. Cəbrailim talan oldu, soyuldu, əlimdən gedib delan olmazım, mən belə dünyanın nəyindən yazım. Yoxdur Füzulinin səsi sorağı, qaldı düşmənlərə Laçın oylağı. Qanla suvarıldı Ağdam torpağı, qəmişlə köhlərim mənim avazım, mən belə dünyanın nəyindən yazım. Xocalını bir gecədə qırdılar, Şuşamızı ürəyindən vurdular, Kəlbəcərə min bir hilə qurdular, itibdir qızılım, zərim almazım, mən belə dünyanın nəyindən yazım. İstərəm yurdumda yazıb yaradam, kəndim qiyasıdır, rayonum Ağdam, haqqım, dostuyam mən, nə haqqa yadam, Ağdama həsrətdir, oğlum, qızım, mən belə dünyanın nəyindən yazım.
Mən belə dünyanın nəyindən yazım? Şükür haqqım dərəcən Qarabağ Azərbaycanlı. Bugün Ağdam yenidən qurulur. Yeni yollar, yaşayış məhəllələri, sənaye parkları və ağıllı şəhər infrastrukturu inşa edilir. Bir vaxtlar xarabalığa çevrilmiş şəhər bugün müasir və gələcəyə açıq bir mərkəzə çevrilir. Bu torpaqlar 30 ilə yaxın ağrı yaşadı, amma heç vaxt ümidini itirmədi. Bugün Qarabağ yenidən doğulur. Ağdam yeni bir şəhərə çevrilir. Şuşa öz mədəni kimliyinə qovuşur. Xankəndi yenidən həyat qazanır. Hər bir azərbaycanlının ürəyində yaşayan arzu nəhayət ki gerçəkləşdi. Bu torpaqlar yenidən öz həqiqi sahiblərinə qayıtdı.